Salam aleyküm. Bugün Ramazanın 29-cu günüdür. Bugün bizim sonuncu dayanacağımız. Bu mübarək ayın son səhifəsidir. 29 gün əvvəl başladığımız bu mənəvi marafonun artıq finiş xəttindəyik. Qəlbimizdə bir tərəfdən hüzün, digər tərəfdən isə böyük bir zəfər hissi var. Çünki biz sadəcə ac qalmadıq, biz öz nəfsimizlə mübarizə apardıq. Bugün məhsul yığımı günüdür. Günün ayəsi, sayı tamamlamağın hikməti. Ayə, Allah sizin üçün asanlıq istəyir, sizin üçün çətinlik istəmir. Həmçinin istəyir ki, müəyyən olunmuş miqdarı, yəni bir aylıq orucu tamamlayasınız və sizi hidayət etməsinin şükrü olaraq təkbir deyərək Allahı əzəmətli sayasınız. Bəlkə onun şükrünü yerinə yetirə bildiniz. Bəqərə surəsi 185. Açıqlama. Bu ayə bizə Ramazanın niyə 29 və ya 30 gün olduğunu izah edir. Allah istəyir ki, biz o mənəvi tərbiyə prosesini tamamlayaq. Bugün biz o sayı tamamladıq. İndi isə növbə Allahı uca tutmaq, yəni təkbir demək və şükür etməkdir. Ramazan bitir, amma onun bizə qazandırdığı hidayət, yəni doğru yol bitməməlidir. Biz bu günü həm də gələcək 11 ayın təməli kimi görməliyik. Günün hədisi, 2 bölük sevinc. Hədis, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurmuşdur. Oruç tutanın 2 sevinci vardır. Biri iftar etdiyi, yəni bayrama çatdığı zaman, digəri isə Rəbbinə qovuşduğu andır. Buxari və Müslim. Açıqlama. Bugün biz o ilk sevinci dadmağa hazırlaşırıq. Sabah bayramdır. Lakin Peyğəmbərimizin vurğuladığı bu sevinç sadəcə yemək-içmək sevinci deyil. Bu, bir imtahandan üzü ağ çıxmağın sevincidir. Ramazan bizə öyrətdi ki, səbrin sonu hər zaman bir bayramdır. Əgər bu dünyadakı iftarımız və bayramımız bu qədər gözəldirsə, təsəvvür edin, Allahla görüşmək necə bir bayram olacaq. Günün duası, vida və vəfa. Gəlin, bu son iftar öncəsi bu xüsusi dua ilə Rəbbimizə yalvaraq. Allahım, bu ilki Ramazanı bizdən razı olaraq ayır. Onu bizim qarşı şahid deyil, bizim leyhimizə şəfaətçi eylə. Əgər bu bizim sonuncu Ramazanımızdısa, bizi bağışlanmış bəndələrindən eyləyərək hüzuruna apar. Əgər ömür payımız varsa, bizi növbəti Ramazanlara daha sağlam, daha kamil və daha imanlı şəkildə çatdır. Bayramımızı həqiqi bir qurtuluş bayramı eylə. Amin. Əziz dostlar, bu 29 gün ərzində mənimlə olduğunuz üçün hər birinizə təşəkkür edirəm. Bu günün tapşırığı mənəvi bir vəsiyyətdir. Bayram namazına qədər fitrə zəkatınızı verməyi unutmayın. Və ən əsası, bugün aynaya baxanda özünüzə bir söz verin. Mən Ramazandan əvvəlki mən deyiləm. Şərhlərdə bu 29 günlük seriya boyu ağlınızda qalan ən mühüm fikri yazın. Bütün izləyicilərimin Ramazan bayramını indidən təbrik edirəm. Sevgi ilə və mənəviyyatla qalın. Allah'a əmanət olun.